Azərbaycan prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində son 7 il ərzində 5 sosial islahat paketinin icra olunduğunu və bu islahatların 4 milyon vətəndaşımızı əhatə etdiyini bildirib. Yalnız keçən il reallaşan 5-ci sosial paket 3 milyondan çox vətəndaşımızı əhatə etməklə ölkəmizdə sosial təminat sisteminin daha güclənməsinə xidmət etdi. 2025-ci ilki artımlar üçün illik əlavə olaraq 1,4 milyard manat ayrılıb. Bu isə o deməkdir ki, yalnız 2020-ci ildən sonra Azərbaycan prezidentinin göstərişi ilə reallaşan paketlərə 7,6 milyard manat əlavə vəsait yönəldilib. Yeni Sabah məlumat verir ki, bu sözləri Milli Məclisin deputatı Vüqar Bayramov bildirib. Onun sözlərinə görə 2024-cü ildə Respublika üzrə orta aylıq əmək haqqı 8,1% artmışdısa, keçən ilin ilk 10 ayında artım 9,4% olub. 2025-ci ilin yekun nominal orta aylıq əmək haqqı artım faizinin fevral ayının əvvəllərində rəsmi elan olunacağı gözlənilir. İlkin gözlənti 9,2% maaş artımıdır. Bu isə o deməkdir ki, bu aydan etibarən bütün növ pensiyaların indeksləşdirilərək artırılması baş verəcək. 9,2% artırılacağı gözlənilən pensiya artımları 1 milyon 100 mindən çox vətəndaşımıza şamil olunaraq yanvar ayından hesablanacaq. Bu, bütün növ əmək pensiyalarını, o cümlədən yaşa görə, əlilliyə görə və ailə başçısını itirməyə görə əmək pensiyaları alan bütün vətəndaşlarımıza şamil olunacaq. Bu həmçinin o deməkdir ki, 540 manat məbləğində orta pensiya alan vətəndaşımızın pensiyasında bu aydan 50 manata yaxın artım olacaq. Yanvar ayının artımı fevral ayının artımı ilə birlikdə ödəniləcək. Nəticədə 2026-cı ildə Azərbaycanda orta aylıq pensiyanın təxminən 590 manat olacağı proqnozlaşdırılır. Yaşa görə orta pensiya isə 629 manata çatacaq və bu məbləğ 2025-ci illə müqayisədə 7,9%-dən çox artım deməkdir. 2026-cı ilin dövlət büdcəsindən sosial istiqamətə 17,1 milyard manat vəsaitin ayrılması nəzərdə tutulur. Bu il büdcə xərclərinin 41%-dən çoxu sosial istiqamətə yönələcək. Bu, 2026-cı ildə də sosial təminatın güclənməsinin əsas prioritetlərdən olacağından xəbər verir, deputat qeyd edib.